7 nar çubuğu. Biri vardı, biri yoktu. Bir kişi ve onun 7 oğlu vardı. Qardaşlar həmişə bir yerdə yeyib içər, birgə işləyərdilər. Ovada həmişə birgə gedərdilər. Ayını, canavarı, şiri, pələngi diri-diri tutardılar. Zarafat deyil, 7 qardaşın biri şirin əlindən, biri ayağından, biri quyruğundan, qərəz, hərəsi bir yerindən yapışsa, şir deyil, heç fil də bunlara bata bilməzdi. İllər keçdi. Qardaşlar evlənib, oğul uşaq sahibi oldular. Ayrı yaşamağa başladılar. Bir-birinin evinə gediş-gəlişləri azaldı. Aralarında soyuqluq yarandı. Düşmənlər hər birinə ayrılıqda hücum edərək evlərini taladılar. Ova tək getdikləri üçün əliboş qayıtdılar. Qardaşlar atalarının yanına gəlib, öz dolanışıqlarından narazılıq etdilər. Ata dedi, sabah yanıma gələrsiz. Hərəniz barmaq yoğunluğunda bir nar çubuğu gətirərsiz. Oğlanlar baş üstə deyib getdilər. Səhər atalarının yanına gələndə hərəsi bir nar çubuğu gətirdi. Ata nar çubuqlarını alıb dəstələdi. Ortasından bir iplə bağladı. Oğlanlarına verib dedi. Oğlanlarım, gücünüzü sınayın. Görün bunu hansınız sındıra bilərsiz. Qardaşlar nə qədər çalışdılarsa, heç biri çubuq dəstəsini qıra bilmədi. Ata bu dəfə dəstəni açıb, çubuqları tək-tək oğlanlarına verib dedi. İndi bu çubuqları qırın. Görüm gücünüz çatırmı? Qardaşlar hərəsi bir nar çubuğunu götürüb, qatlayaraq 2 böldülər. Qoca gülümsüyüb dedi. Balalarım, bu çubuqlar siz 7 qardaşsınız. Nə qədər ki bir-birinizə bağlısınız, güclü olacaqsınız. Heç kimin sizə gücü çatmayacaq. Elə ki bir-birinizdən ayrıldınız, düşmənlər sizi təkləyib, nə istəsələr edə bilərlər. Həmişə bir olun, onda xoşbəxt olarsınız. Qardaşlar atalarının bu nəsihətindən sonra yenidən birləşdilər. Bir-birinə kömək etdilər. Mehriban yaşamağa başladılar. O gündən sonra heç kim 7 qardaşın qabağına çıxa bilmədi.